Hamdolsun, mən Maş və bu günləri Futbol Teneble'ın part 2-sini çəkirik. Bizdən soruşur ki, ən bahalı 10 İngiltərə transferi. Mən ilk olaraq Enzo Fernandez ilə başlayacağım. Enzo Fernandez görək necədir. Birincisi bir sıç uduzmuşdu, amma çox yaxın idi udmağa. İkinci olaraq İshak ilə girmək istəyirəm. İshak ola bilər. Hətta birinci də ola bilər. Və birinci də Wirtz ola bilərmi? Wirtz. Baxaq. 2. Felix olar. Joao Felix. Yoxdur. Declan Rice ola bilər. Declan Rice məncə var. Declan Rice. 5. Caicedo məncə olacaq. Moises Caicedo. 4 ilə də 6 olmalıdır. Grealish ola bilərmi? Jack Grealish. Qəşəng. Sonra Lukaku. Inter'dən Chelsea transferində bahalı transfer olmuşdu. Aha. Lukaku'dan sonra Pogba ola bilər. Pogba qəşəng. Bir də Mudrik'i yoxlayaq. Mudrik. Dostlar, mən hələ heç tapa bilməmişəm. Bir haqqımız qaldı özdə. Yəni, Ekitike məncə az oldu, amma bir dənə yoxlayaq. Ekitike. 10. Bir dənəmiz qaldı. Son olaraq bunu yoxlamaq istəyirəm. Yox. Görək cavablar nədir? Yenə bir dənə ilə partladıq. Ayda, Havertz. Nəysə, dostlar, inşallah videomu bəyənmişsinizdir. Yenə ilk ilə qaçırdıq bir dənə ilə. Part